Salam. Bugün sizin üçün William James'in Pragmatizm əsərini, belə deyək, dərindən araşdıracağıq. Salam. Bu əsər fəlsəfə tarixindəki çox köhnə bir mübahisənin tam mərkəzinə aparır bizi. Bəli, bir tərəfdə hər şeyi soyuq, sərt faktlarla ölçən empiriklər, Digər tərəfdə isə abstrakt, əbədi prinsiplərdən danışan rasionalistlər. və James bu iki düşərgənin arasına girib deyir ki, bir dəqiqə, bəlkə də hər ikisi biraz haqlı, biraz da haqsızdır. Tamamilə. Bizim də bugünkü missiyamız James'in bu iki dünya görüşünü barışdırmaq üçün təklif etdiyi, özünün də köhnə düşüncə tərzləri üçün yeni bir ad dediyi bu yanaşmanın əslində nə olduğunu anlamaqdır. Bəli. Və bu sadəcə akademik bir məsələ deyil. James əslində çox praktik, çox həyati bir sual qoyur ortaya. Hansı sualı? Bir fikrin, bir inancın doğru ya da yanlış olmasının sizin həyatınız üçün konkret, yəni hiss ediləcək nə fərqi var? Aha, Əgər heç bir fərq yaratmırsa, bəlkə də o mübahisəyə sərf etdiyimiz vaxt sadəcə itkidir. deməli fikirlərə alət kimi baxacağıq. Düzdür. Reallıqda yolumuzu tapmaq üçün istifadə etdiyimiz alətlər kimi və görəcəyik ki, bəzi alətlər digərlərindən daha yaxşı işləyir. Gəlin elə James'in təsvir etdiyi o iki düşərgədən başlayaq. O, filosofları temperamentlərinə görə bölür. Sərt düşüncəlilər və yumşaq düşüncəlilər. Hə, bu təsnifat təkcə 100 il əvvələ yox, elə bugünə də çox uyğun gəlir məncə. Sərt düşüncəlilər kimlərdir? Onlar deməli empiriklərdir, fakt adamlarıdır. Anladım. Hər şeyin sübuta, təcrübəyə, elmi dataya söykənməsini istəyirlər. Onlar üçün dünya fiziki qanunlarla işləyən nəhəng bir mexanizmdir. Güclü tərəfi odur ki, reallığa möhkəm bağlıdırlar. Bəli, amma James onların zəif tərəfini də görür. Onlar çox vaxt materialist və fatalist olurlar. Yəni, insanın mənəvi, dini ehtiyaclarına. Biraz yuxarıdan aşağı baxırlar. Elədir. Onların dünyası çox nizamlıdır, amma bir o qədər də soyuq və bəzən mənasız görünə bilər. Digər tərəfdə isə yumşaq düşüncəlilər, yəni rasionalistlər var. Aha. Onlar da tam əksinə. Onlar prinsiplərə, ideyalara, mənəvi dəyərlərə daha çox önəm verirlər. Onlar üçün kainatın təməlində fiziki qanunlar yox. Aha. Əbədi prinsiplər və ilahi bir nizam dayanır. Bu daha optimist, daha ümidverici bir dünya görüşüdür. Amma James onların da problemini göstərir, elə deyilmi? Bəli, deyir ki, bu idealist fəlsəfələr çox vaxt o qədər abstraktlaşır, o qədər mürəkkəbləşir ki, Real həyatdan qopur. James'in o ifadəsini çox sevirəm. Tər və kirin real dünyasından tamamilə uzaqlaşır. düzdür. Fəlsəfə elə bir intellektual oyuna çevrilir ki, adi insanın ağrısı, sevinci, ümidi üçün orada yer qalmır. Mənbələrdəki Leibniz nümunəsi məncə bunun dəhşətli bir təzahürüdür. O çox sarsıdıcı bir nümunədir. Filosof Leibniz kainatdakı pislik problemini həll etməyə çalışır və əbədi lənətlənmiş ruhlar məsələsinə gəlir. Və gəldiyi nəticə nədir? Deyir ki, lənətlənmişlərin sayı nə qədər çox olsa da, kainatın sonsuz böyüklüyü ilə müqayisədə bu demək olar ki, heç nədir və ümumi harmoniyanı pozmur. Bu adamın düşlərini biz-biz edir. Sanki birinin əbədi əzabını statistik bir yuvarlaqlaşdırma ilə yox edirsən. Məhz bu. Və James'in qırmızı xətti də budur. Fəlsəfə reallıqdan bu qədər qorxmamalıdır. Pragmatizm də məhz bu boşluğa girməyə çalışır. Yəni bir vasitəçi olmağa. Bəli, o sərt düşüncəlinin faktlara olan hörmətini götürür, amma yumşaq düşüncəlinin insanın mənəvi ehtiyaclarına olan həssaslığını da rədd etmir. Bir körpü olmaq iddiasındadır. Yaxşı, bu körpü ideyası çox cəlbedici səslənir. Amma bu nəzəriyyədir. Bəs praktikada necə işləyir? James bu iki dünyanı barışdırmaq üçün hansı konkret metodu təklif edir? Əla sualdır. James'in metodu əslində çox sadədir və o, bunu hamımızın başa düşəcəyi bir hekayə ilə izah edir. Sincab hekayəsi? Tam olaraq. Bu, pragmatik metodun mahiyyətini anlamaq üçün mükəmməl bir başlanğıcdır. Mən bu hekayəni sevirəm. Təsəvvür edin, bir qrup dost meşədə gəzir və bir mübahisə düşür. Ortada qalın bir ağac var. Ağacın gövdəsinin bir tərəfində də canlı bir sincab. Bəli. Və bir adam, gəlin ona X deyək, ağacın ətrafında fırlanaraq sincabı görməyə çalışır. Amma o hərəkət etdikcə sincab da ağacın gövdəsi ətrafında əks istiqamətdə hərəkət edir. Və həmişə ağacı özü ilə adamın arasında saxlayır. Nəticədə adam ağacın ətrafında tam bir dövrə vurur. Amma bir an belə olsun sincabın arxasını görə bilmir. Və budur.
metafizik sual ortaya çıxır. X sincabın ətrafında fırlanır, yoxsa yox? Qrup dərhal iki yerə bölünür. Bəli, bir hissə deyir, əlbəttə fırlanır. O, sincabın şimalından, şərqindən, cənubundan və qərbindən keçdi. Digər hissə isə etiraz edir. Xeyr, fırlanmır. Bir şeyin ətrafında fırlanmaq üçün onun bütün tərəflərini görmək lazımdır. O heç arxasını görmədi və mübahisə uzandıqca uzanır. James bu mənzərəni görüb müdaxilə edir və praqmatik metodu tətbiq edir. O demir ki, bu tərəf haqlıdır, o biri haqsızdır. Nə deyir bəs? Deyir, dayanın. Hansı tərəfin haqlı olduğu sizin ətrafında fırlanmaq dedikdə praktik olaraq nəyi nəzərdə tutduğunuzdan asılıdır. Deməli, problemi həll edir. Bəli, deyir ki, əgər ətrafında fırlanmaq coğrafi mövqelərdən keçməkdirsə, bəli, adam fırlanır. Yox, əgər obyektin bütün tərəflərini, önünü, arxasını, sağını, solunu görməkdirsə, onda xeyr, fırlanmır. Deməli, hər iki tərəf də öz tərifinə görə haqlıdır. Mübahisə əslində faktlar yox, sözlərin mənası üstündə gedirmiş. Tamamilə. James'in burada bizə verdiyi əsas alət budur. Hər hansı bir fəlsəfi mübahisəyə girməzdən əvvəl özünüzdən soruşun. Nə fərqi var? Bəli, bu iddianın doğru olması ilə digər iddianın doğru olması arasında hansı konkret, hiss edilən, praktik bir fərq var? James buna bir iddianın nağd dəyəri deyir. Yəni, əgər heç bir fərq yoxdursa, O zaman bu mübahisə mənasızdır, sadəcə söz oyunudur. Bu metod intellektual enerjimizi boşuna sərf etməkdən qoruyan bir filtr kimidir. yaxşı, bu metod aydındır, boş mübahisələri ayırd etmək üçün çox faydalı bir alətdir. Amma James bununla dayanmır, elə deyilmi? O, bu məntiqi götürüb fəlsəfənin ən fundamental anlayışına Aha, həqiqət anlayışının özünə tətbiq edir. və məncə ən mübahisəli məsələlərdə ilə burada başlayır. Məhz elədir. Bu, praqmatizmin sadəcə bir metoddan daha çox bir həqiqət nəzəriyyəsi olduğu yerdir. Ənənəvi fəlsəfiyə görə həqiqət haradasa kənarda, statik, dəyişməz bir şeydir. Və biz onu sadəcə kəşf etməliyik. Bəli, sanki bir heykəl qaranlıq otaqdadır, biz də fənərlə onu axtarırıq. James isə deyir ki, yox, bu belə deyil. O çox cəsarətli bir fikir irəli sürür. Həqiqət bir fikrin başına gəlir. Fikir doğru olur. Hadisələr tərəfindən doğru edilir. Bir dəqiqə, bu çox radikal səslənir. Yəni, bir fikir öz-özlüyündə doğru və ya yanlış deyil, zamanla, təcrübə ilə doğruya çevrilir. Elədir. Bu o deməkdirmi ki, həqiqət nisbidir. Məsələn, əgər yalan bir fikir mənim üçün işləyirsə, məni xoşbəxt edirsə, deməli o mənim üçün doğrudur. Bu biraz təhlükəli deyilmi? Bu, praqmatizmin ən çox tənqid olunan və yanlış anlaşılan tərəfidir. James'in işləmək dediyi şey sadəcə məni yaxşı hiss etdirir demək deyil. Proses daha mürəkkəbdir. Necə yəni? Bir fikrin doğru olması, yəni işləməsi üçün bir neçə şərtə cavab verməlidir. Birincisi, o yeni təcrübələrimizi izah etməlidir. Gələcəyi proqnozlaşdırmağa kömək etməlidir. Bəs ikincisi? İkincisi, və bu çox vacibdir, o bizim mövcud inanclar sistemimizlə, yəni James'in dili ilə desək, həqiqət anbarımızla minimum toqquşma ilə uzlaşmalıdır. Gəlin bunu mənbələrdəki radium nümunəsi ilə anlamağa çalışaq. O, bu prosesi çox aydın göstərir. Bəli, radium kəşf ediləndə onun öz-özünə davamlı istilik yayması o dövrün elmi üçün bir şok idi. Çünki bu, fizikanın təməl qanunlarından olan enerjinin saxlanması qanununa zid görünürdü. Düzdür. Elm adamları bir dilemma qarşısındaydılar. Ya enerjinin saxlanması qanununu tamamilə atmalı, ya da bu yeni faktı bir izah tapmalıydılar. və onlar ikinci yolu seçdilər. Yeni bir fikir irəli sürdülər. Hansı fikir? Dedilər ki, radiumun istiliyi əslində atomların daxilində gizlənən və əvvəllər bilinməyən nəhəng bir potensial enerjinin sərbəst buraxılmasıdır. Və bu fikir niyə doğru qəbul edildi? Çünki o, mükəmməl şəkildə işlədi. Bir tərəfdən yeni və narahat edici faktı izah etdi. Digər tərəfdən isə bunu fizikanın mövcud təməl qanununu atmadan etdi. Tam olaraq. Minimum dəyişikliklə maksimum davamlılığı təmin etdi. O, köhnə həqiqətlərlə yeni təcrübə arasında körpü qurdu. Bax, praqmatik mənada həqiqət budur. Anladım. Deməli, bayaqki sualıma qayıtsaq, bir konspirasiya nəzəriyyəsi bir insan üçün işləyə bilməz. Niyə? Çünki o, həmin insanın elm, tarix, məntiq haqqındakı bütün digər inanclar sistemini alt-üst edər, o həqiqət anbarı ilə toqquşar. Dəqiq olaraq.
James deyir ki, həqiqətlərimizin ən böyük düşməni çox vaxt digər həqiqətlərimizdir. Yeni bir inanc, bütün inanclar şəbəkəmizə uyğun gəlməlidir. Bu, həqiqəti subyektiv bir şıltaqlıqdan qoruyan çox güclü bir mexanizmdir. Bu aydındır. Gəlin indi bu metodu və həqiqət anlayışını götürüb, fəlsəfənin ən böyük, ən əzəli suallarından birinə tətbiq edək. Buyurun. Kainatı nə idarə edir? Kör fiziki qüvvələr, yəni materializm, yoxsa ilahi bir şuur və məqsəd, yəni teizm? James bu əsirlik mübahisəyə praqmatik olaraq necə yanaşır? James burada da eyni metodu tətbiq edir. Deyir ki, gəlin əvvəlcə üzümüzü keçmişə tutaq. Yəni dünyanın yaranmasına. Bəli. Əgər biz yalnız dünyanın necə yarandığına, bugünə necə gəlib çıxdığına baxsaq, bu iki nəzəriyyə arasında heç bir praktik fərqi yoxdur. Dünya artıq yaranıb, faktlar ortadadır. Fərqi yoxdur, Tanrı yaradıb, yoxsa böyük partlayış olub. Hadisələr artıq baş verib. Hər iki nəzəriyyədə eyni faktları izah etməyə çalışır. Bu mənada, bu Sincab hekayəsindəki kimi praktik nəticəsi olmayan bir mübahisəyə bənzəyir. Amma bu hekayənin yalnız yarısıdır. Praqmatizm həmişə gələcəyə, nəticələrə baxır. Bəli. Üzümüzü gələcəyə çevirən kimi mənzərə tamamilə dəyişir. Və bu iki nəzəriyyə artıq sadəcə fərqli izahlar deyil. Tamamilə fərqli gələcək vədləri olur. Düzdür. Materializm bizə nə vəd edir? Kainatın sonu haqqında elmi proqnozlara əsas götürür. Bir gün bütün ulduzlar sönəcək, kainat soyuq, qaranlıq, cansız bir boşluğa çevriləcək. Və bəşəriyyətin bütün nailiyyətləri, Shakespeare'in piyesləri, Beethoven'in simfoniyaları. Ən böyük sevgilər, ən böyük fədakarlıqlar sanki heç olmamış kimi tamamilə məhv olacaq. Sonu qaçılmaz bir faciə ilə bitən bir hekayədir. Çox depressiv bir mənzərədir. Bəs teizm ya da James'in daha geniş dediyi spiritualizm nə vəd edir? Teizm isə tamamilə fərqli bir sonluq təklif edir. O deyil ki, bu fiziki dünyanın arxasında əbədi bir mənəvi nizam var. Yəni bu dünya, bu səhnə sona çatsa belə, bizim ən yüksək dəyərlərimiz, ideallarımız, məna axtarışımız haradasa qorunur və davam edir. Hekayə bitmir. Bitmir, sadəcə başqa bir formada davam edir. Bu, son sözün məhv və puçluq olmadığına dair bir vəddir. Deməli, praqmatik baxımdan fərq onların bizə vəd etdiyi gələcəkdir. Biri ümidsizlik, digəri isə ümid vəd edir. Amma burada belə bir sual yaranmır ki, bu sadəcə özümüzü aldatmaq, daha xoş səslənən hekayəni seçmək deyil. Çox vacib bir məqamdır. Yəni, həqiqət bizim rahatlığımızdan asılı olmamalıdır axı. James'in cavabı belədir. Əgər bir sual sırf intellektual yollarla, elmi sübutlarla qəti şəkildə həll edilə bilmirsə, kainatın son məqsədi məsələsi kimi və bu suala cavab vermək bizim üçün həyati əhəmiyyət daşıyırsa, o zaman bizim seçim etmək haqqımız var. Bəli, o zaman bizim həyati maraqlarımızın, emosional təbiətimizin seçimimizdə rol oynamasına icazə vermək haqqımız var. James buna inanmaq iradəsi adlandırır. O demir ki, sübutlara gözünüzü yumun. Qətiyyən. O deyir ki, sübutların sustuğu yerdə siz iki fərqli yoldan birini seçməlisinizsə, həyatınıza daha çox məna, enerji və məqsəd verən yolu seçmək rasional bir davranışdır. Seçim artıq soyuq məntiq məsələsi deyil, yaşamaq üçün bir mövqe seçimidir. Beləliklə, bütün bunları cəmləşdirsək, William James'in praqmatizmi, fəlsəfəni, belə deyək, fil sümüğü güllələrdən endirib həyatın özünə gətirir. Bizim gündəlik seçimlərimizə, ümidlərimizə. Bəli, o bizə demir ki, nəyə inanaq. O bizə inanclarımızı necə dəyərləndirəcəyimizə dair bir alət verir. Onların həyatımızdakı praktik nəticələrinə baxaraq. Tamamilə. Bugün biz faktlarla dəyərlər, elmlə din, sərt reallıqla insanın mənəvi axtarışları arasında körpü salmağa çalışan bir düşüncə tərzini araşdırdıq. James'in fəlsəfəsi həqiqətən sizə bir növ intellektual alətlər dəsti təqdim edir. Bu alətlərlə siz nəinki böyük fəlsəfi mübahisələri, hətta gündəlik həyatınızdakı fikir ayrılıqlarını, öz inanclarınızı və onların həyatınızdakı real rolunu təhlil edə bilərsiniz. Düzdür. Sonda isə sizi James'in çox güclü bir düşüncəsi ilə baş-başa buraxmaq istərdik. O deyir ki, reallıq bizə hazır, tamamlanmış şəkildə verilmir. Onun məşhur bənzətməsi var. Bizə hazır gələn sadəcə xam mərmərdir, heykəli yonmaq isə bizə düşür. Bu çox dərin bir fikirdir. Yəni biz reallığın passiv müşahidəçiləri deyilik. Aktiv iştirakçılarıyıq.
Əgər bizim həqiqət dediyimiz şey, bizim inanclarımız, təcrübə ilə qarşılıqlı təsirdə formalaşırsa, bu o deməkdir ki, bizim seçimlərimiz dünyanın sabah necə bir yer olacağına təsir edir. Biz reallığı həm kəşf edir, həm də yaradırıq. Elədir ki, var. Elə isə son sualımız da budur. Əgər inanclarımız və seçdiyimiz doğrular reallığı yonduğumuz alətlərdirsə, siz öz həyatınızın və ətrafınızdakı dünyanın heykəlini hansı alətlərlə yonmaq istərdiniz və bu seçim sabahınız üçün hansı konkret hiss edilən fərqi yaradacaq?